Qardaş 8 saat bu zona Mərdəkan Şuvalan dəniz yolu Arzu restorandan düşdün. Dənizdə 0. 8 sotda. Burada torpağın sotu 25-30 mindən sayanda gör nə eləyir özün fikirləş. 200 min manat təkcə torpağın pulu. 8 sot torpağın pulu 25-dən sayanda torpağı istəyirik səndən. İçində gördüyün bu yaşıllıqlardır, bu 2 mərtəbə evdir. Bir dənə birinci buradan başlayaq Nizat. Bu qapını açdın, çıxırsan buradan birbaşa dənizə. Всё. Ala, piyada, get, çim, gəl həyətə. Gəldik bura. Burada belə təbii daşlardan düzələn bir dənə şəlalə. Bu hissədə bir dənə fontan. Həyətdə sayı bilinməyən qədər nə qədər palma var. Buradan bir dənə girişi var. Tək qapılıq girişdir. Besetkası var burada. Gəl bura Nicat. Gəl. Keçə bilirsən, barikadalardır. Əsas maşın girişi buradandır. Naves deyirik də, ağaca bax maşallah. Çək də, yuxarıları çək, ağacları çək, məni çək. Maşın girdi burada, bir rahat 4 maşınlıq yeri var burada, üstü naves. Burada bir dənə maşinisi oydu, səsəz yay bəkləx kimi də belə bilər. Burada bir belə quyu var, su quyusu, bunu görsən yuxarıda. Taq qoydum bura, belə fırlatdın, su çıxır oradan. Yaşa da, organika. Burada da bir dənə ev eşi. Qardaş, torpağın pulunu verirsən, içində gördüyün bunlar hamısı ev qarışıq, fontanlı zadlı, şəlaləli. Bunlar heç biri qiymətə, ayrıca qiymət hesablanılmır da, yəni həminki torpağın içində gedir. Mətbəx mebeldir, qonaq otağıdır, salondur, divan, kreslo, orada bir dənə sanitar qovşağı, hamam otağı, yuxarıda da 2 dənə yataqdır, çıx bir dənə yuxarını da çək. Bağ evində qardaş, gəl 200 min manat ver, boş torpaq gedib alasın da, burada yəni 25-30 minə boş torpaq alasın. Mən sənə həminki boş torpağın qiymətini 200 min verirsən, sənə bir dənə mabelənsinə qəşəng ev, bu boyda yaşıllıqlar, yolkanın biri elə 800 min manat, hamısı sənə cəmi 200 min. Nə istəyirsən da, əlim yandı, bundan o üzə nə istəyirsən?